Əlbəttə ki, xalq seçib bəyəm İlham Əliyevi. Hansı bir dövlətdə, ay İlham Əliyev, hansı bir dövlətdə polis üzünə maska taxıb çıxır. Polis üzünü hicablı qadın kimi niqab taxıb çıxır. Hansı bir dövlətdədir, hə? Hansı bir dövlətdədir? Sənin Azərbaycan polislərin niqabda çıxır, niqabda, üzü gözü belə maska bir formada çıxır. Xalqdan, xalqa xidmət edən polisin xalqdan gizlənir ay İlham Əliyev. Hansı bir qeyrətdən, hansı bir namusdan danışa bilərsən, hə? Hansı bir prezident xalqın içinə gedəndə yüzlərlə, minlərlə onu polislər, hansısa bir müvafiq orqanlar onu müdafiə eləyər və yaxud da mühafizə eləyər. Hansı dövlətdə var ay İlham Əliyev? Göstər, deyim ki, falan dövlətdə var. Polislərin qəhbə arvad kimi, fahişə arvad kimi üzlərini gizlənir ay İlham Əliyev. Ay qeyrətsiz, binamus İlham Əliyev. Ay şərəf və ləyaqətlə tüpürüm, namusuna tüpürüm, vicdanıma tüpürüm, arvadın üzünə tüpürüm, qızlarıma tüpürüm. Hə? Hardadır, bax, var. Sikim qeyrətimizin, var İlham Əliyev. Hə? Var, namusunu sikim sənin, var mı? Amma danışanda İlham Əliyev belə, İlham Əliyev belə. Aslında nəyindən danışarsan, nə sən İlham Əliyevin, kişi? Millət qırılır, millət ətə möhtac deyə, makaron yeməkdən, makarona dönüb sifətləri belə. Nədən danışarsan? Hə? Xalqı elə polislərindən susturmuşsan ki, arvadlarına sataşanda belə içində çıxıb, səslərini çıxartmırlar belə. Ərəblərə satırsan cavan-cavan qızlarımızı, cavan-cavan gənc qızlarımızı, Azərbaycanda bakirəliyi olanları qaldırıb qoymaq lazımdır baş tacına. Azərbaycana o vəziyyətdə əxlaqsız bir, pozğun bir vəziyyətdə salmışsan sən. Amma danışanda qeyrətdən, namusdan danışırlar.